Bu indi yandı. Burada Söndürüm. normal gəlir. Hal-hazırda bir dənə mikrofon yanır. Yaxşıdır. Əziz media nümayəndələri, dəyərli dostlar, hər birinizi Energetika Nazirliyində salamlamaq çox xoşdur. Bugünkü brifinqdə mən Cahid Mikailov, Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri və həmkarım Cəbrayıl Əliyev, Bərpa olunan Enerji Agentliyinin nümayəndəsi Cəbrayıl Əliyev iştirak edirik və mən deməli məlumat verəcəm enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının qanununda olan dəyişikliklə bağlı közərmə lampalarına münasibətdə və LED lampaları ilə közərmə lampalarının müqayisəsi haqqında danışacağım. Həmkarım Cəbrayıl Əliyev isə işğaldan azad olunmuş ərazilərdə, yəni yaşıl enerji zonasında LED lampaların istifadəsi haqqında bizi məlumatlandıracaq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin vacib aspektlərindən biri də enerji səmərəliliyidir. Enerji səmərəliliyi çox müxtəlif istiqamətləri əhatə edir və işıqlandırma da bu istiqamətlərdəndir. Və işıqlandırmada bildiyiniz kimi, müvafiq qanunda dəyişiklik edilməklə, deməli, közərmə lampalarına münasibətdə bir dəyişiklik yanvar ayının 1-dən etibarən qüvvəyə minir. 60 watt və daha yuxarı gücə malik olan közərmə lampaları onların həm istehsalı, həm idxalı, həm də deməli satışı qadağan edilir. Növbəti mərhələ olaraq isə cari ilin iyul ayının 1-dən etibarən 25 və 60 watt aralığında gücə malik olan közərmə lampalarının münasibətdə deməli qadağa ilə bağlıdır. Mən LED lampalarının közərmə lampalarına münasibətdə ilkin olaraq onların iqtisadi səmərəsi haqqında, iqtisadi üstünlükləri haqqında məlumat vermək istərdim. LED lampalar kifayət qədər böyük, deməli, uzun ömürlüdür demək olar, yəni 15.000 saat və daha yuxarı deməli istifadə oluna bilir. Bu təqribi 7 ilə bərabərdir. Közərmə lampalarında bu müddət çox aşağıdır. 1000 saat təqribi bir közərmə lampası istifadə oluna bilir və bu təxmini 5 ay deməkdir. Yəni, bir LED lampasının istifadə olunduğu müddətdə təqribi 15, bəzi hallarda 17 közərmə lampası dəyişməli oluruq ki, və bu LED lampasına münasibətdə təqribi 2 dəfə daha baha başa gəlir. Növbəti məsələ ondan ibarətdir ki, biz bu lampaları istifadə edəndə təbii ki, elektrik enerjisi istehlak edirik. Əgər biz o 7 il ərzində bir LED lampasını istifadə edərkən cəmi deməli 105 kWh elektrik enerjisi istehlak ediriksə, közərmə lampalarında bu 900 kWh deməkdir. Yəni, fərq çoxdur, amma bəlkə də bu rəqəm bizə bir şey demir. Biz bunu manat ekvivalentində baxsaq, deməli, közərmə lampalarının istifadəsi zamanı 900 kWh elektrik enerjisinin istehlakı bizə 75.6 manata başa gəlir. LED lampalarında bu rəqəm 8.8 manatdır cəmi, yəni 8 manat 80 qəpik. Yəni, fərq kifayət qədər böyükdür. Digər tərəfdən, deməli, LED lampalarının təbii ki, üstünlüyü çoxdur. Bunlardan biz indi bir məişətdə baxdıq rəqəmlərə, amma ölkə səviyyəsində əgər baxarıqsa, məsələn, deyək ki, 1 milyon deməli, közərmə lampasının bir il ərzində istifadə olunması nəticəsində təxmini 131.4 milyon kWh elektrik enerjisi istehlak olunmuş olur. Amma LED lampasına keçsək, deyək ki, 1 milyon LED lampası bir il ərzində istifadə olunarsa, bu 15.3 milyon kWh elektrik enerjisi deməkdir. Yəni, rəqəm arasındakı fərq kifayət qədər böyükdür. Yenə də manatla biz bunu ifadə eləyəsi olsaq, 1 milyon közərmə lampasının bir il istifadəsi zamanı 10.5 milyon manat xərclənmiş olur. Amma LED lampasında bu rəqəm cəmi 1.2 milyon manatdır. Yəni, rəqəmlər yenə də fərqlidir. Eyni zamanda ekoloji tərəfdən də deməli, LED lampalarının istifadəsi səmərəlidir. Biz bilirik ki, həmin o elektrik enerjisini istehsal etmək üçün qaz yandırılır və bayaq səsləndirdiyimiz həcmdə deməli, elektrik enerjisi, məsələn, 131.4 milyon kWh elektrik enerjisini istehsal etmək üçün 29.1 milyon kubmetr qaz yandırılır, amma LED lampasına münasibətdə bu rəqəm cəmi 3.4 milyon kubmetrdir. Təbii ki, qaz yandırılanda eyni zamanda atmosferə karbon emissiyaları atılır və burada da rəqəmlər arasında çox böyük fərq var. Əgər közərmə lampalarında 63.6 min ton karbon emissiyası atılırsa, LED lampalarına münasibətdə bu rəqəm cəmi 7.4 min tondur.
Yəni atılan karbon emissiyası arasında da kifayət qədər böyük fərq eləyir. Ekoloji aspektlərinə gəlmişkən bu haqda biraz məlumat vermək istəyərdim. Deməli, LED lampalarında ümumiyyətlə deməli civə, inert qazlar və s. kimi deməli toksik maddələr istifadə olunmayıb. Buna görə də bu ekoloji təmiz deməli məhsul sayılır. Eyni zamanda biz dedik ki, LED lampaların istismar müddəti kifayət qədər böyükdür. 15.000 saatdan daha çox istifadə oluna bilir, yəni 7 il ərzində. Amma közərmə lampası bu 7 il ərzində 15-17 ədəd lampa dəyişir. Bu da məişət tullantılarının miqdarının artması deməkdir, əgər közərmə lampası istifadə ediriksə. LED lampa istifadə edəndə bu miqdar azalır və həmin məişət tullantılarının bildiyiniz kimi daşınması, idarə olunması və s. bunlar hamısı da əlavə xərcdir. Bir digər tərəfdən təbii ki, 15-17 ədəd közərmə lampasının istehsalı zamanı da zavodda istehsal olunur və müəyyən qədər enerji istehlak olunur. Bir LED lampasının istehsalına sərf olunan təbii ki, o enerji də 15-17 közərmə lampasının istehsalına sərf olunan enerjidən daha aşağıdır. Yəni burada da resurs effektidir. Amma təbii ki, yalnız ekoloji cəhətləri deyil, LED lampalarının həm də insan sağlamlığına münasibətdə də közərmə lampalarına müqayisədə üstünlüyü var. Pulsasiya deməli faktoru dediyimiz bir anlayış var. Bu lampaların tez-tez yanıb sönməsini ifadə eləyir. Biz adi gözlə bunu görmürük, amma operatorlarımız yəqin ki, bunu müşahidə eləyiblər LED metal lampaları çəkərkən o yanıb sönmə effekti olur. LED lampalarında bu faktor cəmi 1%-dir. Közərmə lampalarında isə 13%-dir. Yəni insan gözünə, insan sağlamlığına deməli təsiri baxımından da LED lampalarının üstünlüyü var. Bir digər məqam deməli işıqlandırma effektivliyi ilə bağlıdır. İşıqlandırma effektivliyi nə deməkdir? Hər 1 vata müqabil deməli verilən işığın miqdarı. Əgər közərmə lampalarında bu rəqəm cəmi 10-15 lümen vat təşkil edirsə, yəni 1 vata 10-15 lümen təşkil edirsə, LED lampalarda bu rəqəm 120 lümenə qədər qalxır və hətta daha artıq olur. Bir məqamda gərginlik düşkülərinə qarşı münasibətdə özünü göstərir. Yəni LED lampalarının burada da üstünlüyü var. Bildiyimiz kimi şəbəkədə gərginlik düşküləri yaşana bilir, gərginlik artıb azala bilir. LED lampalarının bu prosesə həssaslığı azdır. Yəni sıradan çıxma daha az hallarda baş verir. Közərmə lampası daha tez sıradan çıxır gərginlik dəyişikliyi olanda. Və eyni zamanda deməli LED lampaları çox müxtəlif istiqamətlərdə istifadə oluna bilir. Həm binanın daxilində, həm xarici işıqlandırmada, küçə işıqlandırmasında, eyni zamanda müxtəlif müasir texnologiyalarla da LED lampaları birgə istifadə oluna bilir. Düzdür, bu müasir texnologiyalar çoxdur, çox müxtəlifdir. Mən hamıya tanış olan birinin adını çəkəcəm. Məsələn, sensorlarla birgə istifadəsi LED lampaların istifadə oluna bilir və çox işlək olan yerlərdə, deyək ki, pilləkən aralıqlarında, sanitar qovşaqlarda çox tez-tez istifadə olunur bildiyiniz kimi və tez sönmə, yanma prosesləri artır. LED lampaların bu prosesə də həssaslığı aşağıdır, yəni çox gec sıradan çıxır. Közərmə lampalarını siz nə qədər tez-tez yandırıb söndürsəniz, o qədər tez sıradan çıxar, amma LED lampalarda belə məqam deməli daha az baş verir. Yəni mən sensorla birgə istifadəsini çox da izah etmədim, amma yəqin ki, hər birimiz bu proseslə tanışıq. İnsan gələndə sensor hərəkətə reaksiya verir və işıq yanır. İnsan getdikdən sonra isə lampa sönür. Yəni bu prosesdən söhbət gedir. Qızma temperaturu və zərbəyə davamlılıq baxımından da LED lampalarının üstünlüyü var. Biz dedik ki, közərmə lampaları enerji effektiv deyil. Yəni məsələn, bir 60 watt gücündə lampanın verdiyi işığı 7 watt gücündə LED lampa verə bilir. Yəni közərmə lampasının qeyri-effektiv olmasının səbəbi onun qızmaya səbəb olmasıdır. Ümumiyyətlə közərmə lampasının iş prinsipi belədir ki, elektrik enerjisi lampadan keçəndə o naqili teli qızdırır və nəticədə işıq yaymağa başlayır. Amma LED lampa isə qızmır. Xüsusilə məsələn yay aylarını mən misal çəkəcəm ki, başa düşməyə asan olsun. Məsələn deyək ki, yay aylarında bizim məqsədimiz otağı soyutmaqdır. Biz kondisioner istifadə edirik ki, otaq soyusun, amma közərmə lampası bunun əksinə otağı qızdırır. Çünki elektrik enerjisinin, istifadə etdiyi elektrik enerjisinin böyük bir hissəsi qızmaya sərf olunur, amma LED lampada belə bir faktor yoxdur. İstifadə etdiyi elektrik enerjisinin böyük hissəsini işıqlanmaya çevirir. Eyni zamanda zərbələrə davamlılıq baxımından da yəqin ki, közərmə lampasını hər birimiz görmüşük. Əlimizdə tutub hətta biraz sərt çirkələdikdə belə o tel düşə bilir və lampa sıradan çıxır. LED lampa isə hətta əlimizdən yüngülcə yerə düşsə belə, yəni ki, o sıradan çıxmaya bilir.
və daha uzun müddət bizə xidmət edə bilir. Eyni zamanda bəzi məqamlarda, yəni elə yerlər ola bilər ki, ənənəvi olaraq orada silkələnmələr və s. qısa belə yüngül zərbələr ola bilər və həmin yerlərdə texnoloji proseslərdə LED lampaları istifadə oluna bilir asanlıqla. Deyərik ki, LED lampaların üstünlüyü haqqında, yəni közərmə lampalarına münasibətdə çox danışmaq olar, amma mən vaxt almamaq üçün burada deməli dayanmaq istəyirəm və sözü vermək, əgər suallar yoxdursa təbii ki, sözü vermək istəyirəm həmkarım Cəbrail müəllim Əliyevə. Zəhmət olmasa Cəbrail müəllim özünüzü təqdim edin və Təşəkkür edirəm. Cəbrail Əliyev Energetika Nazirliyi yanında bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin layihələrin idarə edilməsi şöbəsinin müdürü və məlumdur ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərimiz yaşıl enerji zonası olaraq elan edilmişdir. Bu çərçivədə Energetika Nazirliyi Beynəlxalq Məsləhət Şirkətinin cəlbi ilə birgə həmin ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı konseptual yanaşma, yəni konsepsiya sənədi hazırladı və konsepsiya sənədinin əsas məqsədi orada həmin ərazilərdə enerji səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən maksimum geniş istifadə, daha sonra karbon emissiyalarının azaldılması ilə ağıllı şəhər, ağıllı kənd, yəni bu tipi yaşayış məntəqələrinin salınmasıdır. Və qeyd etdiyimiz kimi həmin ərazilərdə hal-hazırda şəhərsalmanın müasir standartlarına uyğun olaraq müxtəlif yanaşmalar tətbiq edilməkdədir və enerji səmərəli işıqlandırma da bu komponentin əsas hissələrindən biridir və yaşıl enerji zonası dedikdə biz orada müxtəlif yanaşmalar, yəni günəş panellərinin tətbiqi olsun, daha sonra enerji səmərəli texnologiyalar, yəni enerji səmərəli tikinti materiallarının istifadəsi olsun və xüsusilə də nəzərə almaq lazımdır ki, həmin ərazilərdə işıqlandırma enerji səmərəli olmalıdır. Və mən qeyd etmək istədim burada ki, hal-hazırda həmin ərazilərdə salınan kənd, rayon, şəhər, hər birində yeni salınan küçə və yollarda artıq LED əsaslı işıqlandırma sistemləri istifadə edilməkdədir və bu proses ardıcıl olaraq davam edir. Bildiyiniz kimi, hal-hazırda həmin ərazilərdə 70 minə yaxın insan yaşayır və bu isə o deməkdir ki, həmin insanlar artıq yeni texnologiyalarla təmasdadılar. Bunlar tək işıqlandırma dirəkləri formasında deyil, ümumiyyətlə yaşıl enerji zonasının müxtəlif aspektlərini illərində təmasdadılar. Və mən qeyd etmək istərdim ki, artıq həmkarım tərəfindən də LED əsaslı işıqlandırmaların işıqlandırma sistemi ənənəvi, yəni közərmə ilə müqayisədə kifayət qədər faydalı olduğu ilə bağlı əsaslar var və bunlar bildiyiniz kimi onların istismar müddətinin birinci daha yuxarı olması, yəni ən azından 10 dəfəyə qədər yuxarıdır, istismar müddəti daha uzundur, daha sonra enerji xərclərinə qənaət edilməsi. Bildiyiniz kimi, bu kiçik həcmdə deyil, böyük bir həcmdə baxdığımız zaman, yəni istər fərdi yaşayış evləri olsun, istər mənzillər olsun, istər küçə yolların işıqlandırılması, böyük həcmdə elektrik enerjisinə qənaətə gətirib çıxarır və biz bu enerjimizi yaşıl enerji mənbələrdən əldə etməklə həm ətraf mühiti qoruya bilirik, karbon emissiyalarının miqdarını azaldır və həm də ölkə çərçivəsində və ölkənin beynəlxalq hüdudlarda götürdüyümüz öhdəliklərə əməl edilməsində faydamız toxunur. Mən qeyd etmək istərdim ki, xüsusilə də ümumiyyətlə bir kənd həcmində küçə və yolların işıqlandırılması təxminən həmin kəndin 5-6% civarında beynəlxalq araşdırmalara uyğun olaraq istehlakını təşkil edir və biz artıq LED əsaslı işıqlandırmaları keçdiyimizdə bu rəqəm 1-2% civarında öz əksini tapır. Əgər biz xüsusilə də günəş əsaslı, yəni hibrid formalı LED əsaslı işıqlandırmalar istifadə edirsək, demək olar ki, bizim artıq enerji sərfiyyatımız, yəni şəbəkədən asılı olmadan avtonom rejimdə çalışa bilir. Və mən xüsusilə burada bir rəqəmi diqqətə təqdim etmək istərəm. Yəni, cari dövrdə hal-hazırda işğaldan azad olunmuş ərazilərdə, yeni salınan küçə və yollarda 7000-dən yuxarı artıq LED əsaslı işıqlandırma sistemləri quraşdırılmışdır ki, bunun da təxminən 40%-i günəş əsaslı olmaqla hibrid işıqlandırma sistemləridir. Yəni, son zamanlar Cənab Prezident tərəfindən də açılışlarında iştirak etdiyi Ağdam rayonunun Xıdırlı, Sarıcalı, Kəngərli kəndlərində, yəqin ki, hər birinizdə olmuşsunuz, orada günəş əsaslı işıqlandırma sistemləri tətbiq olunur və həmin ərazilər maksimum dərəcədə işıqlandırılır və təmiz enerji ilə qidalanır. Eyni ilə digər ərazilərimizdə də, məsələn, Ağdam şəhərinin özündə də ilk yaşayış kompleksinə yeniliklə köç oldu, həmin ərazində də həmin texnologiyalardan istifadə edilməkdədir. Ümumiyyətlə, müasir şəhərsalma standartlarına uyğun olaraq
LED əsaslı işıqlandırma sistemlərinin tətbiqi küçə yollarının işıqlandırılmasında bu həmin o standartların ayrılmaz bir tərkib hissəsidir. Biz yalnız küçə və yolların işıqlandırılması deyil, artıq fərdi mənzillərlə əhali təchiz edildiyi zaman da onların işıqlandırmasında LED əsaslı işıqlandırma lampalarından istifadə etməklə tətbiq edilir və bundan sonra bu proses davam edəcəkdir. Bilirsiniz ki, bu proses davamlı bir prosesdir və bu günləri həmin ərazilərdə köç etmiş əhalinin sayına uyğun olaraq bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcəkdir. Bu qədər. Əlavə də suallarınız olarsa cavablandırmağa hazırıq. LED texnologiyalarının üstünlüklə bağlı Cahid müəllim danışdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı sualları cavablandıra bilərik. Buyurun. Çox sağ olun, təşəkkür edirik hər kəsə. Məlumatlandırma enerji səmərəliliyi sahəsində çox vacib məqamlardan biridir. Siz dəstək göstərirsiniz televiziyalarımız bu istiqamətdə. Eyni zamanda məlumat vermək istəyərdim ki, Energetika Nazirliyi dekabr ayının 1-dən etibarən Söndür və Qazan kampaniyasına, çağırışına start verib. Biz hal-hazırda Söndür və Qazan maskotunu da ekranlarda görürük. Məqsəd bundan ibarətdir ki, istifadə olunmayanda deməli, işığın söndürülməsi, elektrik avadanlıqlarının şəbəkədən ayrılması ilə hər birimiz bu qənaətdə iştirak edə bilərik. Həm ailə büdcəmizi qorumaq adına, həm də enerjiyə qənaət etmək adına. Belə, əgər suallarınız varsa cavablandırmaq çox xoş olar. Əgər yox, təbii, buyurun. Baku TV, Ceyhun Piriyev. Mənim birinci istiqamətli sualım var idi. Əvvəlcə onu deyim ki, bu enerji səmərəliliyi artıq belə deyək də, hər bir istehlakçının özünün istifadəsindən asılıdır. Yəni kim ki, əgər çox xərcləmək istəyirsə, o belə deyək də, səmərəliliyə əhəmiyyət vermir. Kim ki, ona istəyir ki, qazansın, o artıq çalışır ki, qənaət eləsin. Amma burada bir başqa məqamlar da var. Həm də eyni zamanda onu deyim ki, Azərbaycanda adam başına düşən enerji istehlakını göstərir ki, Azərbaycanda belə deyim, yüksək istehlak yoxdur. Hətta Azərbaycanın elə əraziləri var ki, orada minimum istehlak nəzərdə tutulan orada bir göstərici nədən aşağıda göstəricilər var, məsələn, müəyyən rayonlarda var. O baxımdan deyəlim ki, bizdə əhali onsuz da bu lampalara üstünlük verir, istifadə də yəni genişdir. Hətta ticarət nöqtələrinə baxanda biz görürük ki, belə lampalar satışlar çox geniş yayılıbdır. Amma burada bir bəzi məqamlar var, siz burada rəqəmlər göstərmişsiniz. O rəqəmlər, mən bilmirəm o hardan əldə olunur. Bu rəqəmlər 7 il, məsəl üçün, bu hansı təhqiqat əsaslanır və yaxud da o birisi lampaların saat istifadəsindən bağlı və yaxud da ki, 60 watt gücündə olan lampa ilə 7 watt gücündə olan lampanın eyni səviyyədə işıqlandırma gətirib çıxaracağı. Bununla bağlı istəyərdim məlumat verəsən. Mən onu demək istəyərdim ki, LED lampaların qiymətləri, ilə gözləmə lampaların qiymətləri arasında kəskin fərq var. Hətta ötən il ərzində də biz özümüz müşahidə eləmişik ki, bu artıq bununla bağlı bu qanunverici dəyişiklik ərəfəsində artıq qiymətləri artıq artım müşahidə olunur. Digər tərəfdən mən yönəlmək istəyirəm bunun sağlamlıq məsələsinə. Çünki Ümumdünya Səhiyyə Təşkilatının LED lampalara münasibəti belə deyək də zərərsiz deyil demilir. Məsələn, orada müəyyən məqamlar var. Belə deyək də gözlə bağlı olan məqamlar var, yuxu sistemi olan məqamlar var. Mən istəyirəm ki, öncəlim ki, siz bununla bağlı hər hansı bir qiymətləndirmə aparmışsınızmı bu qərarı verərkən? Çox sağ olun. Təşəkkür edirəm, çox sağ olun suala görə. Geniş sualdır, amma bir deməli cavablandırmağa çalışacağam. Əvvəla 60 watt közərmə lampası ilə 7 watt gücündə LED lampasının eyni işığı verib verməyəcəyini suallardan biri təqibi belə idi. Bu əslində lampaların öz üzərində yazılır, lümenlə göstərilir. Biz bu iki lampanı götürüb, yəni vizual olaraq deməli baxa bilirik ki, üzərində nə yazılıb, yəni istehsalçı nə vəd eləyir, buradan görə bilirik. İkinci bir məqam deməli enerji istifadəsi ilə bağlı. Yəni məlum məsələdir ki, 60 watt gücündə bir közərmə lampası, bu biz hesablama zamanı 6 saatdan götürürük, yəni bir gün ərzində 6 saat yandırılacağını hesab edirik və 60 wattı vururuq 6 saata və vururuq bizdə hal-hazırda olan deməli enerji tarifinə. Bu rəqəmləri biz sizinlə bölüşə bilərik. Yəni minimum 8.4 qəpikdən hesablayırıq və sizə deməli təqdim etdiyimiz rəqəmlərə gəlib çatırıq. Müvafiq olaraq 7 watt gücündə olan lampanın da yenə də 6 saat istifadə olunmaqla bir gün ərzində və belə də yəni ki, müvafiq tarifə vurub və rəqəmi əldə edirik. Bir məqam deməli sağlamlıqla bağlı idi. Bəli, haqlısınız. Burada məsələ
sadəcə müqayisədən gedir. Yəni ki, közərmə lampasına münasibətdə nə qədər təsiri var. Yəni ikisini müqayisə etdikdə LED lampası daha az təsirlidir və eyni zamanda LED lampası indi özümüz də görmüşük və bunun haqqında məlumat da əldə etmək olar açıq mənbələrdən ki, yəni orada civə istifadə olunmur, inert qazlar istifadə olunmur LED lampasında. Ona görə də onlar hətta sınsa belə, yəni ki, xüsusi bir deməli təsiri yoxdur insan sağlamlığına və eyni zamanda biz niyə həm də ekoloji tərəfdən üstündür deyirik? Çünki yəni dediyim kimi daha az lampa istifadə olunduğu üçün, LED lampa istifadə olunduğu üçün indi rəqəmləri yenə də biz məlumat mənbələrini sizinlə bölüşə bilərik. Amma dediyimiz kimi 7 il ərzində cəmi bir LED lampasından istifadə edə bildiyimiz halda közərmə lampası, yəni məndən hamınız razılaşarsınız ki, çox tez-tez sıradan çıxır. Biraz öncə dediyimiz faktorlardan çox asılıdır. Tez-tez yandırıb söndürməkdən asılıdır. Düşəndə tez sınır, hətta insan əlində belə zədələnə bilir və belə tez-tez dəyişməli oluruq. Buna görə daha çox tullantı yaradır. Əhatə etmədiyim bir məqam varsa, xahiş edirəm mənə xatırladın. Hansı araşdırma əsasında belə deyək də əldə olunubdur? Bu da əsasən lampanın öz üzərində yazılır. Yəni istehsalçı artıq onu sizə qarantiya verir ki, bunu 15.000 saat məsələn, hətta yəni daha çox istismar müddəti olan LED lampalar da var. Bizim götürdüyümüz nümunə sadəcə bunu deyir, 15.000 saat və gün ərzində 6 saat istifadə olunacağını təxmin edirik və nəticə etibarıyla 7 ilə gəlib çıxırıq. Çox sağ olun. Belə, əgər başqa sual yoxdursa, biz təşəkkür etmək istəyirik sizə gəldiyiniz üçün, işıqlandırdığınız üçün və ümumilikdə enerji sahəsində hər zaman məlumatların yayılmasında göstərdiyiniz dəstəyə görə və enerji səmərəliliyi də dediyimiz kimi enerji siyasətimizin vacib faktorlarından biridir. Ona görə də bu istiqamətdə də məlumatlığın artması təbii ki, bizim marağımızdadır. Çox sağ olun, təşəkkür edirik həmə. Təşəkkürlər. Təbii, onda biz əyləşirik. Siz nə vaxt desəniz, o vaxtda duracaq. Bəli.